Portugal futbolçuları 2 gündən sonra Bakıda keçiriləcək oyuna çox ciddi hazırlaşırlar. Onların rəqibləri Azərbaycanın 21 yaşlardan ibarət gənclər komandasıdır və elə bil ki, heç birinci dövrədə Portuqaliya Azərbaycan üzərində 5-0 hesabı ilə qələbə qazanmamışdı. Portugal futbolçuları birinci hissədə biz onlara qol vura bilmədik, ikinci hissədə toparlandıq, çox çətinliklə öz qollarımızı vurduq. Belə ifadələr işlədirlər və adam Azərbaycan komandası haqqında fəxrlə düşünür ki, aha, indi 2 gündən sonra Bakıda biz çalışıb Portuqaliyaya biraz müqavimət göstərməli, imkan daxilində qol da vurmalı və heç olsa lap əla olar. Çünki bu mərhələdə Gibraltarı 1-0 hesabı ilə qalib gəlmişik. Şotlandiya və Bolqarıstanla isə heç eləmişik. 3-3 və 1-1. Amma Portuqaliya çox güclü komandadır, qrupun lideridir. İndiki keçirilən 5 oyunda ancaq 4 qələbə qazanıb, 1 heç eləyib və oyun çox gərgin keçiriləcək. Həm də ki, bir şey qeyd edək ki, komandamızın lideri Xəyal Əliyev artıq milli komandaya dəvət olunub və gənclərin komandasında futbolçulara baxanda ən əsas gözə çarpan Neftçidən Murad Məmmədovdur. O da ki, özünüz görürsünüz, bir neçə dəqiqə oynayır və onun bütün fikirləri artıq Kiprdə Pafos klubu ilə imzalanmış müqavilədədir. Amma buna baxmayaraq, necə deyirlər, gənclərimizə uğurlar, çalışın. Oyundan sonra da Portuqaliya futbolçuları sizi tərifləsin. Görək nə edirsiniz?